AB qarşılıqlı sadə ədədlərdir və verilmiş bu misalda bərabər olarsa deyir, A plus B cəmini tapın. Əvvəla bu məsələni həll edək. 3A çıxılsın 4B bölünsün 2A üstə gələk 5B. 0,4'ü yazacaq 10,4 kimi və hər ikisini ixtisar etdikdə qalır 5'də 2. Çarpaz formada bir-birinə vururuq. 4A üstə gəlsin 10B bərabərdir 15A çıxılsın 20B. A'ları bir tərəfə yığaq, B'ləri bir tərəfə yığaq. Deməli 10B üstə gəlsin 20B 15A çıxılsın 4A. 30B bərabərdir 11A. Artıq bizə 30B, yəni 30 vurulsun B deməkdir. 11A-da 11 olsun A deməkdir. Bu ikisinin bir-birinə bərabər olması üçün və bizə də AB-nin qarşılıqlı sadə ədədlər olduğunu bildirir. Yəni birdən başqa ortaq böləni yoxdur. Artıq o deməkdir ki, B 11-ə bərabərdir, A isə 30-a bərabərdir və bunların cəmini istədiyinə görə 11 ilə 30-u toplayırıq. 41. Əla misaldır.